Deməli, kursant olanları təbrik edirəm, valideynlərə gözün aydın olsun deyirəm ki, düzgün seçim etdiniz, şagirdlər və valideynlər. Və çox pis təsir edən şeylər oldu ki, yəni məyus oldum həqiqətən. Kursantlar artıq Naxçıvanskidə, kollecdə və hərbi institutda falan artıq darıxanlar, oranın yeməyini yeyə bilməyənlər, biz alınmır, səhər idmanına çıxa bilmirlər. Ver yeyim, ört yatım, gözdə canım çıxmasın deyib düşünənlərin yeri deyil hərbi. Çox təəssüf olsun. Bir cənab generalın sözü var idi, ad çəkməyəcəm. Dedi ki, evdə 4 nəfərə verilən yeməklə 1000 nəfərə, 2000 nəfərə verilən yeməyin keyfiyyətində ümumiyyətlə təbii ki, fərq olmalıdır. Sən hərbiçisənsə, hərbiçi olmaq istəyirsənsə, sən hər çətinliyə öyrəşməlisən. Yox, mən bacarmıram, biz o vaxtın kursantları hansı əziyyətlərə çəkirdilər? Kazarma təmizləmirsiniz, çöldə bağbanı var, təmizlik işçisi var. Nə oldu? Mən hərbiçi, gələcək kursantlara, valideynlərə səslənirəm, kursantların valideynlərinə, şagirdlərinə sənət verəcəklər. 100 ölç, 1 biç, yenə deyirəm. Düşün, daşın, nə bilim, məsləhət al, nə edirsən elə, yoluğu düzgün seç ki, belə problemlər olmasın, valideyn, sən də utanmayasan, övladın oxuya bilmədi, qorxdu, çəkindi. Hərbiçi olmaq istəyən hər çətinliyə dözməlidir. Bura uşaq bağçası deyil, sən hərbiçi olacaqsan.